3, Окончена пристанта 2, 1. подготовка, начат Корабль в пусковой цикл. точке. Rusiyanın Belarusla birgə 3 gün davam edən nüvə təlimləri başa çatıb. 18-21 may tarixlərində keçirilən manevrlərdə 64 min hərbiçi və 7800-dən çox silah sistemi iştirak edib. Təlimlərdə 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox pilotsuz uçuş aparatı, 73 yerüstü döyüş gəmisi və 13 sualtı qayıq yer alıb. Sualtı qayıqların 8-i raket daşımaq qabiliyyətinə malik strateji platformalar kimi qiymətləndirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə təlimlər zamanı Yars qitələr arası ballistik raketi buraxılıb və bununla strateji nüvə çəkindiriciliyi imkanları nümayiş etdirilib. Eyni zamanda Barents dənizinin akvatoriyasında yerləşən freqatdan Tija sınaq poligonu istiqamətində Zirkon hipersəs qanadlı raketi atılıb. Paralel olaraq həmin dəniz bölgəsindəki nüvə sualtı qayığından Sineva ballistik raketinin buraxılışı həyata keçirilib. Belarus hərbi qüvvələri isə İskəndər M operativ taksiki raket kompleksini sınaqdan keçirərək zərbə imkanlarını nümayiş etdirib. Təlimlərin hava komponentində Kincal hipersəs raketi daşıya bilən MiG-31A və strateji bombardımançı Tu-95MS təyyarələri iştirak edib. Təlimlər eyni vaxtda quru, dəniz və hava qüvvələrinin koordinasiyalı fəaliyyətini ortaya qoyub. Analitiklərə görə bu koordinasiya vahid əməliyyat sisteminin sınağı kimi qiymətləndirilir. Çünki müxtəlif platformaların eyni ssenaridə istifadəsi çoxqatlı hücum konsepsiyasını gücləndirir. Bundan əlavə, hipersəs silahlarının paralel tətbiqi müasir müdafiə sistemlərinə qarşı nüfuz etmə qabiliyyətinin artırıldığını göstərir. Eyni zamanda Belarusun aktiv iştirakı regional hərbi inteqrasiyanın daha da dərinləşdiyini təsdiqləyir. Хорошее оружие. Bu təlimlər Rusiyanın strateji çəkindiriciliyi mesajının açıq nümayişidir. Əsas məqsəd nüvə sisteminin quru, dəniz və havada işləmə qabiliyyətini yoxlamaqdır. Hipersəs sistemlərin eyni ssenaridə istifadəsi Qərbin raketdən müdafiə arxitekturasına psixoloji və texnoloji təzyiq yaradır. Belarusun aktiv iştirakı isə regional inteqrasiyanın dərinləşdiyini göstərir və bu, vahid əməliyyat məkanının formalaşması istiqamətində mühüm siqnaldır. Təlimlər zamanı Belarus ərazisinə İskəndər M operativ taktiki raket sistemləri üçün nüvə başlıqları yerləşdirilib. Moskvanın Minskə əlavə olaraq Kincal hipersəs raketi daşıyan MiG-31A platformaları və nüvə qabiliyyətli Areshnik raket sistemi ilə bağlı infrastruktur qurduğu da bildirilir. Belarusda müasir hərbi aviasiya və raket infrastrukturu Rusiyanın nüvə imkanlarını Avropanın sərhədlərinə yaxınlaşdırmaq strategiyası kimi qiymətləndirilir. Analitiklərin fikrincə, Kreml bununla NATO'nun şərq cinahına birbaşa təzyiq etməyə çalışır. Xüsusilə Yars, Zirkon və Kincal kimi sistemlərin təlimlərə cəlb edilməsi Rusiyanın çoxqatlı zərbə imkanlarını nümayiş etdirmək məqsədi daşıyır. Bu isə həm Avropaya, həm də Birləşmiş Ştatlara ünvanlanan strateji çəkindiriciliyi mesajı kimi qiymətləndirilir. Təlimlərin Belarus ərazisində keçirilməsi Ukrayna üçün də təhdidləri artırır. Əbəs yerə deyil ki, Volodimir Zelenski növbəti mümkün hücum istiqamətlərindən birinin Belarus ola biləcəyini açıqlayıb. Analitiklərin fikrincə, Rusiyanın son hərbi manevrləri yalnız təlim xarakteri daşımır, həm də regionda mümkün yeni eskalasiya ssenarilərinin siqnalı kimi qiymətləndirilir. Bu təlimlər zamanı nüvə başlığı daşımaq qabiliyyətinə malik raket sistemləri və hipersəs silahları real döyüş ssenarilərinə uyğun şəkildə tətbiq olunub. Bununla yanaşı Belarus ərazisinin aktiv şəkildə istifadə edilməsi Rusiyanın NATO sərhədlərinə yaxın hərbi mövcudluğunu genişləndirdiyini göstərir. Müxtəlif zərbə sistemlərinin eyni anda koordinasiyalı şəkildə istifadəsi mümkün geniş miqyaslı əməliyyat hazırlığının elementidir. Eyni zamanda Ukrayna istiqaməti ilə bağlı açıqlamalar və regiondakı hərbi aktivliyin artması eskalasiya riskləri ilə bağlı narahatlıqları daha da gücləndirir. Yeri gəlmişkən bu təlimlərdən sonra Birləşmiş Ştatların Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb ki, Rusiya getdikcə Belarusu gələcək əməliyyatlar üçün hərbi bazaya çevirir. Təşkilatın hesabatına görə manevrlər zamanı Rusiya Belarus hərbi qulluqçularına İskəndər M raket sistemlərini idarə etmək üçün təlim keçirib. Bununla da Kreml Belarusu faktiki olaraq daha dərindən nəzarətinə çəkir və ərazisini gələcək hərbi ssenarilərə hazırlayır.